Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. İlk öncə bildirmək istəyirəm ki, kanalımıza abunə olun. Sizin abunə olmağınız bizə dəstək olmağınız deməkdir. Bütün izləyən izləyicilərə təşəkkürümüzü bildiririk. Mən hardasa başqa bir videoda bu məhəbbət quşlarının, xırda papuqayların yemlənməsi haqqında, onlara göstərilən qayğı haqqında video paylaşmışdım. Bugünkü videomuz isə bu quşların, yəni ev şəraitində insanlara öyrəşməyi, yəni ola bilər videolarda görə bilərsiniz ki, yəni əldə gəzir, evdə rahat gəzir, düzdür? Yəni evdə gəzməyi biraz çətindir. Nəyə görə? Çünki təmizlik baxımından evi çirkləndirə bilər, onların tükləri, bu kimi şeylər, yəni evi bulaşdıra bilər. Yəni mütəmadi olaraq, yəni gün ərzində yəni ola bilər ki, bir dəfə, iki dəfə, yəni gündə bir iki dəfə, yəni maraq üçün insan əlinə almaq istəyər və yaxud istəyərsən ki, yanında oynasın. Bunun üçün nə etmək lazımdır? Bunun üçün bildirim ki, ilk növbədə, yəni yaxşı olar ki, quşları birinci növbədə çox qaranlıq yerdə saxlamaq olmaz. Yalnız yatmağa gedənə, yəni özünlə vaxt yatırsansa, heyvanı da onda, yəni qaranlığa qoymaq olar. Yox belə quşların səsi gəlməsin deyə aparım qoyum qaranlığa, yəni o heyvan passivləşəcək. O heyvan yəni passivləşir. Yəni həm görməyi azalır, həm belə aktiv olmur. Yəni bu məsləhətli bir şey deyil. Bu heyvanlar baxın, yəni aktiv olmağı xoşlayırlar. Öz yəni evdə olan insanları tanıyırlar. Onların üzünü yaddan saxlayırlar. Bu bir məsələ. İkinci məsələ də odur ki, yəni bir otaqda, yalnız bir otaqda, yəni bir otaqda daimi saxlayıb və çalışmaq lazımdır ki, gündə bir dəfə də olsa belə, yəni qış aylarında gündə bir dəfə olsa belə papuqayları gün işığına çıxarmaq lazımdır. Hardasa 10 dəqiqə, 15 dəqiqə onlara gün işığı dəysin. Yəni bunun insanın ehtiyacı olduğu kimi quşların da ehtiyacı var. Bütün növ heyvanların. Bunu qoyaq qırağa. Baxın, yəni bu quşları insanlar istəyirsənsə əgər özünə öyrəşsin, əlində rahat gəzsin, onun üçün nə etmək lazımdır? Həmin otaqda, hansı ki otaqda saxlayacağıq bu quşları, həmin otaqda qəfəsini açırıq, qəfəsin ağzını açmaq lazımdır ki, heyvan qəfəsdən, baxın, artıq onlar yolu tanıyırlar. Bilirlər ki, onlar məndən yem gözləyirlər, yemək gözləyirlər, yemək qablarını çıxarmışam. Günortadan sonra onlara yəni yemək verməmişəm, gündüz yeməklərini yeyiblər, başqa yəni ot tökmüşəm qabaqlarına. Baxın, yəni quş artıq mənə öyrəşib. O mənə etibar eləyir, əlimə rahat qonur. O bilir ki, mən ona yem verəcəm. Yəni bildirmək istəyirəm ki, quşu yalnız bir nəfər yemləməlidir. Yəni bir nəfər yemləməyi daha düzgündür. O artıq yəni bilir ki, bu insan mənə zərər vurmayacaq. Bunlar çox həssas heyvandır. Yəni bunlar xoşlamır. Bu heyvanlar xoşlamır ki, əl atasan, onları tutasan. Yox. Yəni onlar səni artıq yəni təhlükəli bir canlı kimi görürlər. Amma o özü, yəni öz xoşluğu ilə artıq ələ qonanda o sənə etibar eləyir, o sənə güvənir. Yəni bu heyvanın güvənliyini qazanmısan. Baxın, yəni həmin otaqda, hansı ki bir otaqda saxlayırsınız, gündə bir dəfə, yəni axşamlar və yaxud əgər gündüz eləsəz, nəyə diqqət eləmək lazımdır? Yaxşı olar ki, yəni pəncərə olan otaqlarda,
İndi hər otaqda pəncərə var. Yəni pəncərə varsa, o pəncərənin birinci növbədə pərdəsini çəkmək lazımdır ki, heyvan çölü görməsin, gün işığını görməsin. Çünki çöl görəndə, gün işığını görəndə ora çıxmaq üçün can atır. Ona görə, yəni qapalı bir vəziyyətdə, qapalı bir otaqda qəfəsin ağzını açıq saxlamaq lazımdır. Yəni quş yuvadan çıxdıqdan sonra yuvaya qayıtmağın yolunu bilməlidir. Bu birincisi. İkincisi, yəni quş çölə çıxıb, qəfəsindən çölə çıxıb, yəni uçmağı bacarmalıdır. Baxın, məsələn bu ağ quş, bu dişidir. O dişi olduğuna görə, yəni az uçub. Amma bu ikisi çox yəni uçmağı bacarır. Onlar yəni nə qədər uçsa belə artıq yorulmurlar. Amma ağ dişi quş yəni bir dəfə uçub uçduğu vəziyyətdə, yəni qəza törədi, belə deyək, daha doğru olar. Yəni uçduğu vəziyyətdə yəni özünü tarazlaya bilməyib, çünki uçmağı bunlar ancaq qəfəsdə olurlar. Uçmağı bilmirlər. Gərək quşlarımıza uçmağı yəni öyrətmək lazımdır. Yəni necə? Onlar yəni bir otaqda bir gün 5 dəqiqə, məsələn o bir gün 10 dəqiqə qoy uçsun, qəfəsin yolunu tanısın, qəfəsi girməyi bilsin. Baxın, indi mən sizə bir şey göstərəcəm, baxın. Bu dəqiqə yəni heyvanların yeməyə ehtiyacı var. Biz bunların bu vəziyyətindən istifadə edib neyniyəcəyik? Yemi əlimizə tökürük bu formada. Bu formada. Qəfəsi uzadırıq. Baxın. Görürsünüzmü? Yəni onlar uçub harasa getmədilər. Uçub harasa getmədilər. Burada qidalanırlar. Görə bilərsiniz. Artıq yemin yerini tanıyır. Yaşıl quşu görsəz, artıq o yemin yerini tanıyır. Yəni yemin qabını tanıyır. Bilir hardan yemək lazımdır. Yəni heyvan öz qaldığı yerdə, yəni onun heç bir təhlükə yaradan heç bir şeyin olmadığını hiss eləməlidir. Baxın, görürsünüz. Rahatcana yeyəcəklər. Ay gözəllərim. Gözəllərim, yeyirsiniz. Yiyin balaşqalarım. Yəni bildirim ki, bu kimi əhilləşdirmələr bir ayın işi deyil. Buna vaxt lazımdır. Yəni bu quşu mən almışam. NN 29'u. NN 29'u aldıqdan sonra yəni bir ay bunlara əl vurmamışam, nə əlimə götürmüşəm. Yəni heç bir şey eləməmişəm. Aha, yedilər. İndi. Gəlin görün bura. Baxın, bunların ikisi uçmağa artıq öyrənirdi. Yəni çox rahat uçurlar. Amma ağ çox zəifdir. Ağ çox zəifdir. O uçmağı tam elə də bacarmır. Halbuki bu tünd yaşılla ağ, bu tünd yaşılla ağ eyni yaşdır. Eyni vaxtı almışam. Bu birisi bu gördüyünüz açıq yaşılı isə dostum veribdi. Baxın, ağ quş dərhal qəfəsinə döndü. Yəni o elə də uçmağa meyilli deyil. O qəfəsdə. Yəni bu quşlar
dediyim kimi, yəni bağlı şəraitdə çox qaldıqlarına görə, yəni heyvanı nəzərə almaq lazımdır. Yəni bir heyvan nə qədər bağlı yerdə qala bilər. Gərək tez-tez mütəmadi olaraq bunları çölə çıxarmaq lazımdır. Heyvan uçmağı bacarmalıdır. Rahat olsun ona. Yəni mən NN 29'u bu heyvanları aldıqdan sonra bunları bir ay incitməmişəm, yəni əlimə götürməmişəm. Yalnız bir müddətdən sonra artıq yavaş-yavaş bunları əlimə götürdüm. Baxın, quşlar uçmağa başlayırlar. Sizə göstərəcəm. Bu ağ quş. Ağ quşumuz qəza törətdi yenə də. Axtaraq tapaq ona görə hardadır. Bakın, yəni qeyd etdiyim kimi bu heyvanlar yəni çox şuurlu heyvanlardır. Çox şuurlu heyvanlardır. Onlar artıq yemin qəfəsi olduğunu bildilər. Baxın, yəni özləri, mən heç bir müdaxilə etmədən qəfəsə daxil olacaqlar. Öz yemlərini yeyəcəklər. Sadəcə olaraq çox ürkək olduqlarına görə, çox həssas bir quşlar olduqlarına görə bu quşlarla ancaq, yəni onların birinci növbədə bu quş sənin təhlükəli olduğu hiss eləməlidir ki, yəni təhlükəsizsən, heç bir təhlükə törətmirsən ona, onu sevirsən. Yəni əldə tutmaq üçün, oynatmaq üçün deyil bu quşlar. Onda zədə alırlar. Yəni onlar bir travma yaşayırlar və səni bir belə deyək, ovçu kimi görürlər. Yəni onlar balaca, sən böyük, yəni yaddaşlarında pis qalırsan. Ona görə məsləhət ən yaxşısı odur ki, bu quşlarla, yəni baxın, yəni mənim o bir videolarımı da baxın. Orada da paylaşmışam. Sıfırdan quş təlimi necə olur. Bu ən gözəl yoludur. Yəni heyvanı incitmədən, onun az vaxtı istifadə eləməyindən istifadə eləyib onun, yəni öz güvənliyini qazana bilərsiniz. Baxın, ağ quşumuz geri döndü. Yəni bu ağ quşumuz çox uça bilmir, zəifdir. Ona görə də baxın, mən onu incitmədim, o getdi, özü təzədən qayıtdı, gəldi yuvaya. Artıq qəfəsimizi bağlayırıq ki, quşlarımız. Baxın, yəni yemi də çox tökməmişəm. Yemin qədəri var. Az bir miqdardır. Yəni fikirləşmək lazımdır ki, yəni fikirləşməyin ki, yeməyi tam dolduracam, 2 gün ona yem verməyəcəm. Yox. Baxın, quşlar, bu quş yemi necədir? Yəni bunu quş saxlayanlar bilir, yem satanlar bilir. Bu papuqaylar, yəni sevgi quşları, yemi necə yeyirlər? Çox bir maraqlı bir şeydir. Baxın, sizə göstərim. Yəni xırda bir zərrəci kimi bir yemdir. Mən burada göstərə bilirəm, yoxsa yox. Xırda bir yemdir. Bu yemi fikir verin,
Yəni heç kameradan baxsaz görsənmir. Bunu necə yeyirlər? Bunun içini yeyirlər, qabığını retqə halda qırağa sıçradırlar. Yəni mən də bunun üçün belə torbacıq almışam ki, evdə saxlayanda, yəni ev şəraitində saxlayırıq təbii ki. Ki, yəni süfrənin üstü, palazın üstü, yəni çirklənməsin. Yəni ona görə satışda belə şeylər də var. Çox ucuz bir şeydir, 3-4 manat olan bir şeydir. Yəni fikirləşməsin ki, bəzi adamlar ki, quş alacam, evi bulaşdıracaq, ay ora töküləcək, bura töküləcək. Əsla. Yəni şükürlər olsun ki, dövlətimiz yəni heyvan saxlamaq üçün insanlara hər cür şərait yaradıbdı. Yəni satışda indi nə istəsəz var, nə istəsəz. Sadəcə olaraq yəni maraq gözəl şeydir. Heyvan saxlamaq gözəl şeydir. Yəni ev şəraitində indi hərə bir heyvan sevir. Mən məsləhətli yəni heyvanlardır. Məsləhət görürəm. İnsanlar da arıqmır. Evdən gözəl səslər gəlir. Qayğılı heyvanlardır. Bu heyvanların dolaşmağı, bir-birlərini təmizləməyi yəni böyük bir gözəllik verir. İnsan yəni oturub heyvanlara baxdıqca, bunların necə mehriban olduğunu gördükcə insan özü də xoş olur. Bu qədər əziz izləyicilər. Yenə dediyim kimi, yemini çalışın az tökün. Yəni 3 quşa uyğun yem tökürsüz. Azcana. Çox az da yox. Yəni yeyib bir 3 saat bu yemi yeyə bilsin. Çünki çox tökəndə onlar qabıqlı yemirlər də. Bunun xırda bir şeydir. Qabığı baxın, mən indi burada göstərə bilmirəm, çox xırda bir şeydir. Yəni xırda bir qabığıdır. O yemin içində qalır. O yemin içində qalır. Orada artıq qabıq təzə yemlə qarışır və quş biraz yedikdən sonra artıq orada təmiz yemi tapa bilmir. Yemi tapa bilmədiyinə görə yəni artıq onu orada yemin bitdiyini fikirləşir və yəni bir müddət az qalır. Sahibin gözləyir ki, nə vaxt mənim yem qabımı dəyişəcək. Yəni yem qabını da dəyişmək üçün, yəni əgər mən artıq belə deyək də gündə bir dəfə yemlərini dəyişirəm. Hər gün səhər, yəni gün orta 12-1 arası yemlərini yeniləyirəm. Yox, əgər yəni rejimə salmaq heyvanlara gözəldir. O heyvanlar passivləşmir. Eyni normada qalırlar. Tək yem yox. Həmçinin də həyətdən, məsələn, həyət evində qalanlar xırda otlardan və yaxud evə göyərti alanda onun kötüklərini və yaxud göyərti alıb buradan asmaq, yəni qəfəsin içindən asmaq, başqa tərəvəzlər vermək, almasıdır, xiyarıdır. Məsələn, evdə varsa əgər. Yəni mütəmadi vitamin də lazımdır, tək yemlə, çünki yəni heyvan doyacaq doymağına, balaca bir heyvandır, amma vitamin lazımdır mütləq. Mütləq vitamin lazımdır. Çünki quşuvuz necə insanın ki, baxın, yəni insan bir yeməyi bir dəfə, 2 gün, 3 gün dönüzünü yeyə bilmirsən. Çünki insan istər-istəməz bezir. Həmçinin də heyvan. Yəni bütün gün qəfəsin içindədir. Hər gün eyni yemi yeyəcək. Yəni burada hava almır. Bunları yəni heyvanları nəzərə almaq lazımdır ki, sən onları sevməsən, onlar da səni sevməz. Yəni bu şeyləri nəzərə alıb yaxşı olar ki, gün ərzində yayda məsələn mən quşları qətiyyən ancaq yatmaqdan yatmağa, yəni səhər bizlə düşür həyətə, indi biz həyət evinə qalırıq və yaxud həyətə düşmürüksə, pəncərənin qırağında gün işığı dəyən yerdə qoyuram, yəni qabaqlarına su da qoyuram və yaxud əllərimdə çimizləyirəm, əlimdə suyun altında tuturam, özləri çimirlər. İndi qış olduğuna görə mən bunu eləyə bilmirəm, çünki qışda ehtiyac yoxdur, heyvana soyuq olar. Qabaqlarına su qoyuram, balaca qabda, özləri çimirlər. Amma yayda yox. Yayda məsələn 2 gündən bir, 3 gündən bir
çimmələri üçün şərait yaradıram. Çünki heyvan yəni istidə ehtiyacı var buna. Amma bir şey dediyim ki, təmiz heyvandır. Baxın, yəni mən bunların baxımı üçün heç bir şey eləmirəm. Təmiz heyvandılar. Özlərini təmizləyirlər. Bizə yemək yeyəndən yenə dolaşırlar. Yemək yeyəndən yenə dolaşırlar. Əslində burada məsələn 3 dənə quşum var. 3 dənə yem qabı qoymalıydım, amma onu nəyə görə qoymamışam? Çünki istəyirəm ki, bu alınıb düz alınmaqla, yəni məsləhət görürəm ki, çox yem qabı qoymayasınız. Yəni bunu elə qəfəsdə 2 dənə yem qabı varsa, ikisi bəs eləyər. Növbə ilə öz aralarında, məsələn bunlar ikisi erkəkdir. Baxın, dişi tərəfə gəlmirlər. Dişinin qabı buradır. Dişi həmişə buradan yeyir. Amma erkəklər özləri öz aralarında növbə ilə yer dəyişirlər. Yəni fikir verirsiniz videoya bayaqdan. Onlar özləri yerlərini dəyişirlər. Amma dişiyə hörmət edirlər. Yəni dişi tərəfə keçmirlər. Yəni bu heyvanlar öz aralarında paslaşırlar. Yəni bu bir rejimdir. Bunu yəni belə eləsəz daha yaxşı olar. Yəni çox heyvanı yemləmək də yaxşı bir şey deyil. Yəni heyvan passivləşir. Belə əziz izləyicilər, videonu izlədiyinizə görə sizə təşəkkürümüzü bildiririk. Bizim kanalımızı yəni bəyənin, abunə olun. Kanalımızı bilməyənlərə, kanalımızı baxmayanlara, yəni öz yaxınlarınıza, dostlarınıza məsləhət görün. Yəni kanalımız bir ailə kanaldır. Yəni uşaq videoları, şortlarımız maraqlıdır. Şortlarımız mükəmməl şortlarımız var. Girib baxa bilərsiniz. Yəni videolarımız, yəni heyvanlardan, ev işləri, yemək işləri, uşaqlar, əyləncə, yəni nə varsa, gündəlik həyatımızda nə varsa çəkib sizinlə paylaşmağı özümüzə borc bilirik. Bu bizim hobbimizdir. Bizə dəstək olun. Kanalımız daha da böyüsün və daha da maraqlı videolarla sizin qarşınızda olaq. Bu bizim borcumuzdur. Allaha əmanət olun. Özünüzə yaxşı baxın. İnşallah təzə videolarda görüşənə qədər. Görüşürüz.